Ən aktual məsələlərdən biri olan kirayə mənzillərlə bağlı 10% verginin ödənilməsi ilə bağlıdır. Bu, mənzil bazarına necə təsir edəcək? Kirayə mənzil bazarından söhbət gedir. Bu məsələləri ekspertimiz Elnur Fərzəliyevlə müzakirə edəcəyik. Elnur bəy, sabahınız xeyir olsun. Necəsiz? Sabahınız xeyir olsun. Elnur bəy, bu kirayə mənzillərə yenə 10% vergi məsələsi gündəmə gəldi. Sizcə bu vergi tətbiqi kirayə bazarına necə təsir edəcək? Qiymətlər artacaqmı? Kirayə mənzil bazarında vergi tələbi 14% idi. Lakin pandemiya dövründə qısa bir müddətli həmin 14%, 4% idi. Növbəti ildən 10% hesablanacaq. Biz baxsaq ümumi ölkənin kirayə mənzil bazarına və xüsusən də daha çox kirayə verilən mənzillər, daha çox Bakı şəhərində ki, hazırda 10 minlərlə, bəlkə də daha çox əmlaklar kirayələrdədir. Bəli. Hər hansısa bir əmlak kirayə verilərkən, mütləq şəkildə həmin əmlakın kirayə müqaviləsi notarial qaydada bağlanmalıdır. Yəni, notarial qaydada bağlanan kirayə müqaviləsində tərəflərin hər bir öhdəliyi qeyd olunur. Kirayə götürəni və kirayə verəni. Əksər hallarda biz şahid oluruq ki, vətəndaş hər hansısa bir mənzildə kirayə qalır və qısa bir müddətdən sonra mənzil sahibi kirayə qiymətini artırır və yaxud evi boşaldılmasını tələb edir. Bunların müqavilələri notarial qaydada bağlanmaqda hər iki tərəfin öhdəliyi qeyd olunur və tərəflərdən hər hansısa biri öhdəliyi pozarsa, bu öhdəliyi ilə bağlı məsuliyyət daşıyır. Başqa bir tərəfdən isə notarial qaydada bağlanan kirayə müqavilələri vergi zərb olunur ki, bu da əmlak sahibinin kirayədən əldə etdiyi gəlirdən vergi ödəməsidir. Ümumən vətəndaş hər hansısa bir sahədən gəlir əldə edirsə, təbii ki, əldə olunan gəlirin vergisini ödəmir. Lakin əksər hallarda vətəndaşlar həmin vergini ödəməmək üçün və yaxud bu sahədən məlumatsız olduqları üçün onlar qarşılıqlı razılaşma əsasında mənzilləri kirayə verirlər, bəzən alçaq ofislərin bağladığı kirayə müqaviləsi ilə kirayə verirlər və gələcəkdə hər hansısa bir hadisə baş verən zaman, xüsusən də force major, hər hansısa bir sığorta hadisəsi baş verən zaman tərəflər artıq məhkəməyə müraciət edir. Və bir çox mənzil sahibləri də öz mənzillərini rəsmi qaydada təmin olunarkən müqavilə notarial bağlansın, o zaman onlar əksər hallarda mənzilin kirayə qiymətini artırırlar ki, artan əlavə məbləğdə vergiyə cəlb ola bilsin. Təbii ki, bu da öz-özlüyündə əmlak bazarında qiymət artımına gətirir. Xüsusən də kirayə mənzil bazarında qiymət artımına gətirir. Düşünürəm ki, həmin vergilərin məbləği 10%-dən daha aşağı olarsa və bu sahə ilə bağlı vətəndaşlarda maarifləndirmə aparılırsa, kütləvi halda bütün mənzil sahibləri və mənzilləri kirayə götürən şəxslər müqavilələrinin notarial qaydada bağlanmasını tələb edirlər. Çünki notarial qaydada bağlanan müqavilələrdə tərəflərin götürdüyü öhdəliklər hər iki tərəf üçün daha faydalıdır. Elnur bəy, bu 10% vergi məsələsi evlərini kirayə verənləri və kirayə götürənləri daha da, belə deyək də, bu müqavilədən soyudan bir qərara bənzəyir. Yəni, daha çox onsuz da yayınırdılar da. Onsuz da yayınırdılar. Daha çox müqavilədən yayındıracaq mələ gəlir, yox? Yəni, bu qərar yeni deyil, bu qərar illərdir var. Hazırki dövrdə 14% təşkil edir. İndi əksinə 10%-ə saldılar və rəsmiləşdirirlər. Bəli, 10%-ə saldılar. Başqa bir tərəfdən isə kirayə qalan vətəndaşlarla bağlı müəyyən addımlar atılmalıdır. Əgər vətəndaş kirayə qalırsa, bu mənim şəxsi fikrimdir. Onların müqaviləsi notarial qaydada bağlanırsa, onlar həmin kirayə pulunu bank vasitəsilə ödəyərsə və şəxsin heç bir ödəməsində problem olmazsa, bu tip kirayə qalan şəxslər də ipotek kreditlərindən yararlanmalıdır. Vətəndaşlar əksər hallarda işləyirlər, bir çox sahələrdə, işdən sonra başqa taksi fəaliyyəti və s. Adam kirayə pulunu verir, gecikməsi olmur. Lakin bu rəsmi gəlir göstərə bilmədiyinə görə İpotekada müraciət edə bilmir. İpotekalardan məhrum olunurlar. Əgər qaydalar dəyişilərsə, kirayə qalan şəxslərlə bağlı belə bir yeni qayda tələb olunursa ki, əgər vətəndaşın ödəməsində heç bir problem yoxdursa, bu tip şəxslər də müxtəlif kreditli şərtlərlə əmlak almağa olmalıdır ki, bu həmin şəxslərin mənzil problemini aradan qaldırılmasına gətirib çıxardan, başqa bir tərəfdən isə dövlət büdcəsi
kiralərdən gələn vergilərlə formalaşa bilər. Yəni sadəcə bu vergidən yayınmaqdan ötürü əvvəllər ev sahibi özü heç maraqlı olmurdu ki, gedək rəsmi qaydada, notarial qaydada kirayə müqaviləsi imzalayaq. Bu vergilər fonunda sizcə yayınma prosesləri yenə çox olmayacaqmı? Necə nəzarət edəcəklər ki, kim kirayədə qalırsa mütləq şəkildə notarial müqavilə bağlasın? Təbii ki, hazırda nəzarət mexanizmi var. Yeni çox mənzilli yaşayış binalarında həmin binaları nəzarət edən inzibatçı, yəni komendant, bütün mənzillərdə kim qaldığını bilir. Ərazi üzrə müxtəlif dövlət qurumları, bələdiyyə və yaxud polis orqanlarının əməkdaşları həmin ərazilərdə yaşayan şəxslərin kimliyini bilirlər və mütləq şəkildə vətəndaşlar bilməlidir ki, hər hansısa bir əmlakı kirayə verirsə, kirayədə qalan şəxslərin şəxsiyyət vəsiqələrini və məlumatlarını ərazi üzrə sahə müvəkkilinə təqdim etməlidir. Əgər ərazidə hər hansısa bir hadisə baş verərsə, yanğın, zəlzələ, cinayət, o halda sahə müvəkkili bilməlidir ki, hansı ünvanda kimlər yaşayır. Və başqa bir tərəfdən də bugün biz baxsaq, vətəndaşlar əksər halında, əgər qarşı tərəf tələb edirsə, mənim müqaviləm notarial qaydada bağlanılsın, burada vergiyə cəlb olma varsa, o halda da çox hallarda mənzilin kirayə qiymətləri daha aşağı göstərilir. Bir də ki, bir məsələni də soruşmaq istəyirik. Ümumiyyətlə bilirsiniz də, indi çox adam kirayədə qalır, rayondan gələnlərdir, ya iş səbəbindən, ya digər məsələlər ucbatından. Sizcə bu qədər evsizlik problemi fonunda bu qərar nə qədər yerinə düşdü? Başında bu qərar, yəni bayaq da qeyd etdik, yeni deyil. Hər hansısa bir şəxs, əgər gəlir əldə edirsə, əldə etdiyi gəlirdən vergi ödəməlidir. Başqa bir tərəfdən isə bu qərara tərs mütənasib gedən başqa bir fond var ki, hər hansısa bir əmlak notarial qaydada müqavilə bağlanılırsa, vergiyə cəlb olunursa, bu əmlakın mütləq şəkildə çıxarışı olmalıdır. Amma biz baxsaq, bugün təkcə Bakı Abşeronda 500 mindən çox çıxarışsız əmlak var, hansı ki, çox mənzilli binalarda ki, mənzillərin baha olması səbəbindən vətəndaşların böyük bir qismi ucuz həyət evlərini üstünlər, xüsusən də tələbələr və az təminatlılar. Həmin əmlaklarda vətəndaşları cərimələmək qanunsuzdur. Çünki əgər vergi ödəmirsə, çünki vergi ödəmək üçün həmin müqavilənin notarial qaydada bağlanılması lazımdır və yaxud vön almaq üçün o əmlakların böyük bir hissəsinin tarixi olmadığına görə heç bir hüquqi əsası yoxdur və o baxımdan düşünürəm ki, bu sahədən də gəlirlərin əldə olunması üçün həmin tarixsiz mənzillər tarixlə təmin olunmalı və yaxud hər hansısa bir status verilməlidir ki, o əmlakların sahibləri əmlakları kirayə verərkən notarial müqavilə bağlayıb vergiyə cəlb oluna bilsinlər. Çox gözəl, çox təşəkkür edirik. Çox maraqlı məsələdir əslində, düz deyir. Bax, çox adam kondolarda filan ucuz olur deyə gəlib oralarda qalırlar. Onların da heç bir sənədi yoxdur deyə. Nə notarial qaydada müqavilələri var, nə də vergi ödəyirlər.